Salam, bugün sizlere ABC Akademiden belə bir sualın izahını vereceğim. Hansı ki burada gördüğünüz sual 2025'in deməli DİM sınavında da istifadə edilib 16 Mart, bir də 2025'in qəbul imtahanı ikinci şansda da istifadə edilib. Deyir, əgər diploid xromosom dəstli iki evli bitkinin dişi fərdinin erkək fərdi ilə tozlanması nəticəsində əmələ gələn toxumun endosperm hüceyrəsinin nüvəsində bir ədəd X cinsiyyət xromosomu varsa, onda bu bitki haqqında hansı ifadələri, sözləri deyə bilərəm. Birincisi, mənim burada ipuçlarım bir iki evli bitki olur. Bir də endosperm sözüdür. Biz bilirik ki, endosperm yalnız örtül toxumlu bitkilərə xas olan bir hüceyrədir. Və burada A və B variantlarına fikir versəz, çılpaq toxumlu dediyinə görə B ilə A variantını qəbul edə bilmərik. Sonra iki evli bitki deyir burada və burada Y variantında da qeyd edir ki, öz-özünə tozlanır. Biz bilirik ki, öz-özünə tozlanan bitkilər bir evli və iki cinsli olmalıdır. Bu iki evli olduğuna görə Y variantında götürə bilmirik. Qalır yalnız C və D variantı. Ya dişinin heterogametliyi, ya da erkəyin heterogametliyi. Gəlin bunu isə sadə bir şəkildə qeyd etmişəm, oradan baxaq. Tutaq ki, bizim dişi bitkimiz homogametdir, erkək bitkimiz isə heterogametdir. Erkək heterogamet olduğuna görə bizə X və Y gametlərindən olan spermilər verəcək. Endosperm nədən yaranır? Mərkəzi hüceyrə və sperminin cəmindən. Bizim dişimiz özünün 2N XX-dırsa, bu zaman bu bizə verəcək mərkəzi hüceyrə ilə onun diploid vəziyyətidir, XX. Əgər spermi X gəlibsə, bizim endospermimiz 3 dənə X-dan ibarət olacaq. Yenə mərkəzi hüceyrəm 2N-dir. Yəni XX gəlib, dişi homogamet olduğu üçün. Erkəkdən isə Y gəldikdə XXY olur. Mən dişinin homogamet olduğu vəziyyətdə fikir verirsinizsə, həmişə minimum 2 dənə X var. Amma bu bizə deyir ki, yalnız bir ədəd X olsun. Deməli, o zaman mənim dişim heterogamet imiş. Cavab dişi heterogametliyə malik olandır. Sadəcə olaraq belə yazırıq indi. Deməli, dişim XY imiş, erkəyim də XX imiş. Bu mənə yalnız X spermisini verəcək. Dişidə isə, deməli, biz bilirik ki, makrosporlar əmələ gəldikdən sonra orada meyoz prosesi gedirdi və 3 dənə hüceyrə kiçik, bir hüceyrə böyük alınırdı. Deməli, heterogametliyə malikdir ki, bunun bir ədəd hüceyrəsi olub, Y böyüyə gəlib, X-larda kiçiklərə gəlib, onlar da məhv olubdur. Bura bir rüşeym kisəsi çəksək, 3 dənə hüceyrə yuxarıda qalırdı. İkisi birləşib ortada mərkəzi hüceyrə 2N əmələ gətirmirdi. Deməli, bunlar Y xromosom dəsti imiş. Mərkəzi hüceyrə də 2 dənə Y imiş. Spermidən də 1 dənə X gəlib, X xromosom dəsti yaradıb. Deməli, onda bizim cavabımız olacaq C. Dişi heterogametliyə malik örtül toxumlu bitkidir.